Hörmətli izləyicilər, videonu izləyib şərh yazmağı və kanalımıza abunə olmağı unutmayın. Əvvəlcədən təşəkkürümüzü bildiririk. Bugün Qazax Rayon Mərkəzi Xəstəxanasının 3 həkimi və bir dənə şəhid ailələrinə diqqət və qayğı şöbəsindən bir işçisini bizim cəmiyyətin fəxri diplomuyla təltif etdik. Gələndən baxırıq ki, həkimlərlə şəhid və qazi ailələrinin necə nətər deyim, məsuliyyətli yanaşmağı, onları vaxtından asılı olmayaraq lazım olan zəngəli çağırtıranda gəlib vaxtı-vaxtından yoxlamağı, baxmağı, işinin keyfiyyətini görməyi, vaxtı onunla apardığı müalicələrin effekti olmağına nə qədər. Bilirsiniz, sizin bu kollektivdə bilənlik çox böyük hörməti var, sağ olsun, var olsun. Elə mən ilk gündən sözünüzü həkimim kimi daim mənim müalicə aparıbdır, effekti olubdur. O öz yerində, bilirsiniz ki, bizim yenə dediyim kimi, şəhid və qazi ailələrinə bunun belə təmənnası, səmimi yanaşmağı bizim cəmiyyətdə Şamar tərəfindən qiymətləndirildi və diplom təqdim edilməyə məsləhət gördü, yenə təqdim edilir. Çoxdur, sağ olun. Allah sizə gələcək sırada müzəkətlər arzuyoruz. Çok sağ olun. Peki arkadaşlar gelen bayramlarınızı daha təbrik ediyoruz. Biz defalarla Narcis Hanım yanına gelmişiz. Yani biz asasen geliriz. Ben Qarabağ Vətəndaş Şəhid İctimai Müəssisəsiyəm. Vaqif Malum Barda İctimai Müəssisəsidir. Azərbaycanda Əmək Silahlı Qüvvələr Veteranlar Təşkilatı. Bir ölçümüz üçün yox, imtiyaz təbəqə üçün defalarla Narcis Hanım müraciət eləmişik. Narcis Hanım həmişə çox yüksək səviyyədə qarşılayıb, uzağa getməyən bir epizod danışa yəqin ki, Narcis Hanım budurlar. Bizim Qarabağlı var, Darsalaqdan kürəkəni pis vəziyyətlərdir. Narcis Hanım məzuniyyətdə ola çağıran kimi qataracaq. Ona görə də biz fikirləşdik ki, nə edə bilərik? Azərbaycan Qarabağ Müharibəsi Əlləri Veteranlar və Şəhid Əlləri İctimai Birliyinin adından fərqlerindən təsis edirik. Qarabağ Müharibəsi Əllərinə, veteranlarla və şəhid əllərinə göstərdiyi mənavi dəstəyə, diqqət və qayğıya görə fərqlerindən təsis edirik. Elə də lazım doktor. Mübarizə Cəmiyyəti Mübarizə İbrahimoğlu'na yaşlı Mübarizə Cəmiyyəti adından mən sizi təltif edeceğim diplomla. Sağ olun, işinizə məsuliyyət olsun. Çevrem doktor. Bakın bu da bir böyük şərəfdir. Allah razı olsun hər birinizdən. Qiymətləndirmək böyükdür, çox gözəldir. Hamımız üçün fəxrdir. Minnətlər. Orada çox sağ olsun. Hər bir şəhid ailəsinə, hər bir Qarabağ ailəsinə, veteranlar çox böyük diqqət və qayğı göstərir. Çünki bütün işlərini, demək olar ki, bütün problemlərini həll etməyə çalışır. Ona görə biz də ictimai birlik olaraq fikirləşdik ki, nə edəyək? O cümlədən Güvan xanımda fərqlidir. Qarabağ Müharibəsi Əllərinə, veteran və şəhid əllərinə göstərdiyi mənəvi dəstək, diqqət və qayğıya görə fərqlərini təbrik edir. Minnətlər, sağ olsun. Yaxındıra. Doktor, Gülen kızımızı demək olar ki, bu 43 gün müharibədən sonra bura təyin edildiyindən bəri ilk gündən onun qazilərimizə, şəhid əllərinə göstərdiyi diqqət və qayğıyı, yəni ki, işindən əlavə onun nətər ürəkdən bir şey yanaşmağı bizə həqiqətən də böyük bir şərəf olubdur, bizim üçün xoş olubdur. Hər bir şəhid ailəsinin yanında, hər bir qazinin yanında, oğlundan tutub elə onun həkimlərin yanına aparmaq, onları növbəsi səhər salmaq. İndi elə şəxslər var ki, özləri utanır zamanımızda demək ki, şəhid ailəsi və qaziyə. Həm də Gülen qızımız qabağa ki, bu işi məsuliyyətli yanaşır. İnşallah bunun işlərində Gülen qızım sizə nailiyyətlər arzulayırlar, inşallah gələcəkdə Allah'ın köməklə ola bilsin bundan böyük vəzifələr təqdim eləsinlər, müvəkkillər. Sağ olun, var olun. Təbrik edilir, müvəkkil cəmiyyətlər. Allah razı olsun. Bir də rəhbəri yeni silmə Çəkilişdə göstərdiyi təşkilati dəstəyə görə Milli Qəhrəman Mübariz İbrahimovun adını yaşadan Mübarizlər Cəmiyyətinin təsisçisi Əbülfət Şahmarova, təsisçinin müavini Sədrəddin Əliyevə təşəkkürümüzü bildiririk. Operator Neymət Muradlı, montaj Rəşad Xaliqov, səsləndirdi Anar Əhmədov.